Əvvəlki videoda Miraç müəllimin sistemə yerləşdirdiyi sınaqlarda iştirak etmək üçün şəxsi kabinetimə daxil oluram. Naviqasiya menyusundan sınaqlar bölməsini seçib, qarşımda açılan siyahıdan müvafiq imtahanı tapıb başla düyməsinə toxunaram. Hər hansı sualı cavablandırdığım zaman sistem məni avtomatik olaraq növbəti suala yönləndirir. Əgər cavabınızdan əmin deyilsinizsə və ya suala yenidən baxmaq istəyirsinizsə, geri düyməsindən istifadə edərək əvvəlki suallara qayıda bilərsiniz. Bütün sualları cavablandırdıqdan sonra bitir düyməsini sıxaraq imtahanı yekunlaşdırıram. İmtahan bitdikdən dərhal sonra sistem nəticələrimi hesablayır və ümumi balımı ekranda göstərir. Əlavə olaraq, nəticələrin bölməsinə keçid edib, burada iştirak etdiyim bütün sınaqların tarixçəsini görə bilərəm. Ən əsası, səhv cavablandırdığım sualları müəyyən edib, onları yenidən işləyərək mövzunu tam mənimsədiyimə əmin ola bilərəm. Əziz müəllimlər, siz də bizimlə əməkdaşlıq edərək Smart Edu Net ilə gələcəyin təhsilini bizimlə qurun.